Putin'i sevir. O da onun prezidenti, vitse-prezidenti J.D. Vance de, onun yanındaki o milyarder Elon Musk da, bunlar üçü de Putin heyran. Yani gücü sevirler, onu sevirler. Yani Trump prezident olmamışdan evvel, birinciden evvel Moskvanı sevirdi, Rusya'nı sevirdi. Rusya'ya gelip gitmişliği var, münasibətləri var. Prezident olanda da gördünüz ki, Rusya ile en isti münasibətlere malik oldu. Düzdür, Amerika sistemi buna imkan vermir ki, o sevgini işte daha çok göstersin. Ama iki açıklama bəs eləyirdi. Mesela o sanksiyalar etmir. Onun özü de sevginin bir başka nümunəsidir. Mesela Zelenskini oval kabinette o güne koymak Rusya'nın əppəyinə yağ sürtmək deməkdir. Bu Putin istəsəydi də belə bir zakaz verə bilməzdi ki, bu elədim onu. O qədər Rusiyaya haqlı çıxartdı ki, dünyanın gözü qarşısında ki, sənsən günahkar. Ondan sonra nə qədər dəyişməyə çalışsa da o heç kimin yadından çıxmaz. Ondan sonra verdiyi açıqlamalar, sonra məsələn Saudi Ərəbistanında olanda bəyanat verdi ki, gəlirəm Türkiyəyə, İstanbula. Sonra Putin gəlmədi deyən gəlmədi. Gərək gələydi. Dedi ama Putin gelse gələrəm dedi. Özü etiraf etdi. O gərək, bəli, amma Zelenski orada, Erdoğan orada. Düz deyil, Erdoğan'a çox yaxşı münasibəti var falan var, amma gərək gələrdi. Yəni bir dünya gözündən, dünyadakı proseslər gözündən və Ukraynalıların gözündən baxanda Trump Putinə böyük dəstək verir, kömək edir. Amma bir Azərbaycan türkü və belə deyək də bir Bakı baxışı ilə baxanda Trump'ın elədiyi hərəkətlərin başqa şöbələri də var da. Türkiyə ilə yaxındır, Azərbaycana münasibəti tolerantdır, çox yaxşıdır, Ermənistana münasibəti çox pisdir. Trump özü kimi ziddiyyətli siyasət yürüdür. Onun haqqında bir mənalı bir söz demək çox çətindir. Mən bir dəfə demişəm, indi də deyirəm. Özünü Amerika prezidenti kimi aparmır. Bu ayrı bir şeydir. Prezident vəzifəsində işləyən iş adamı kimi aparır. Tez-tez dəyişir. Bax, elə efirə girməmişdən əvvəl bilirsiniz ki, Avropaya deməli, Avropa mallarına 50%lik rüsum təyin edildi. 3 gün əvvəl. Dünya çalxalandı, birjalar çalxalandı. İndi birdən-birə bəyan elədi ki, Ursula von der Leyen mən zəng elədi, məndən xahiş edir. Mən bunu 9 iyula qədər təxirə salıram. Şaq bazarlar düzəldi. Bu dəqiqə deməli birjalar müsbət reaksiya verdi. Bir anın içində. Dünən belə deyil, sabah başqa cür söylüyor. Bax belədir və Putinlə münasibəti də həmçinin o cürdür. Bir gün dəli deyil, o birisi gün deyir ki güclüdür. O birisi gün deyir bu haqlıdır. Başqa gün deyir ki Rusiya sanksiyaları götürmək lazımdır. Müsbət tərəf odur ki, hələ də heç bir sanksiya götürülmür. Bir də müsbət tərəf odur. Dediyimiz kimi o sistem imkan vermir. Yeni sanksiyaları etmir. Məsələ odur. Avropa Birliyi 17-ci paketi qəbul etdi. Orada da qəribədir. Avropanın özü də gülməli deyil. Bilirsiniz, paket 17-ci paketi tətbiq edirlər. Amma qaz da alırlar, növt də alırlar Rusiyadan. Sən bunu kəs, o Zelenski deyir də. Deyir ki, alma, pul vermə, ödəmə, pulsuz qalsın, hücumu dayandırsın. Yolu budur da.